Tədbiqində yeni endirimli toyuq komboları, Chicken McNuggets, toyuq qanadı və Chicken Strips ilə menular cəmi 5 manat 50 qəpiyə. McValue, sevinç gətirən qənaət. We start with an 8. Rated Jack Brown. In record rock wrestling. Değerli idman severler, güləş severler, değerli izleyiciler, CBC bugün ve 17 yeni güləş bir üzrə heyecanlı bir video, yani bir yarışla karşı karşıyayız. Rusya'nın oyuncusu Ertem Techenkov ve Ukrayna'nın oyuncusu Den Skirtay
yarısında vurguladığım kimi təsəlli verici görüşlər və qadın güləşi üzrə ilkin görüşlər olacaq. Ardınca isə və axşam qadın saatlarında ikinci güləşçilər seansda yenə də də olacaq. qadın güləşi üzrə yarı final görüşləri, həmçinin Yunan-Roma güləşi üzrə final görüşlərinin axşam Səhnəyə saatlarında çıxırlar keçirilməyi oyuncularımız. nəzərdə tutulub və bugünün proqramına Baxaq daxil nə edilib. olacaq. Paytaxtımız əvvəlki reportajlarda vurguladığım kimi bir daha xatırladaq ki, sadəcə ikinci Və dəfədir ki, bu 17 nə güləş üzrə olacaq? dünya Nə çempionatına olacaq? ev sahibliyi edir. Bundan əvvəl 2012-ci ildə də analoji Və yarış ölkəmizdə, paytaxtımızda keçirilmişdi və 2026-cı ildə biz yenidən məhz bu mötəbər Rusiyanın yarışa oyuncusu paytaxtımızda hər iki oyuncumuz da Gimnastik hazırlaşır arenasında yarışa ev sahibliyi edirik. və Ümidvarıq ki, səhnəyə bu çıxdılar turnirdə bizim üçün, idmançılarımız üçün uğurlu olacaq. və bu Üç idmançılarımız xalça üzrə görüşlər keçirilir üçün və çox əvvəlki yayımlarda, uğurlu bir reportajlarda yoldur. vurguladığımız kimi əsas Baxaq, ən hansı hadisələr oyuncu bayaq xalçasında cərəyan hansı etməkdədir oyuncu və liderliyi o birinə mübarizəsi təslim Rusiya və edəcək. Ukrayna güləşçiləri arasında olacaq. Və Bir daha xatırladaq ki, oyun bu görüşlərdir və Rusiyalı-Ukrayna güləşçilərinin mübarizəsini biz bir qədər sonra başlayacaq izləyəcəyik. Artıq hər iki idmançı xalçadadır. Rusiyanı təmsil edən və güləşçi baxaq Tkachenko'dur. nə Ukraynanın olacaq. isə Kirik Baxaq. bu idmançı təmsil edir. Start işarəsi. Və start işarəsi verildi və başladı oyun. Hər iki oyuncumuz da güclü başladı Ukraynalı Rusiyalı və Artem Tkachenko ilə hər iki oyuncumuzdan da Ukraynalı mükəmməl mübarizəsini biz hərəkətlər gəlir. Baxaq nə olacaq. gərgin mübarizənin keçməyi Və gözlənilir. çox gərgin bir mübarizə. Hakim müdaxiləsi var. Dalə var. Və təkrar oyuna başladılar. Hər iki oyuncumuz da yaxşı gedir. Nə qədər də Rusiyalı güləşçi, nə qədər də yaxşı güləşsə də Ukraynaya hücum etmə şansı verir. Və baxaq, və Ukraynalı savaşçı yerdə sürüklüyür. Hələ də Rusiyalı oyuncu yerdən qalxa bilməyibdi. Və kənara çıxır. Və hesab 5-0 Rusiya 0 Ukraynaya 5 hesab və başladı. Hər iki oyuncumuz da yaxşı başladı və burada nə olacaq? Rusiyalı oyuncu yerə sərdi, o birisi Ukraynalı oyuncuyu göyə qaldırdı və kənara saldı. Amma alınmadı. 3-5 hesab Rusiyalı oyuncumuz 3 Ukraynalı oyuncumuz və Rusiyalı oyuncumuza da 2 xal əlavə edirlər və hesab 5-5 olur. Və baxaq nə olacaq. Və göyə qaldırdı və kənara sərdi. Reallaşdıra bilmədi, yalnız bir xal qazandı. Və bir xal qazandı. Üzərinə götürüb kənara aparır, xalça kənarına Və apardı. xalça kənarına aparıb oyuncuyu atdı. Mənada daxilində bir xal yazdıra bildi. İlk hissə yekunlaşır. Və
oyuncularımız hazırlaşırlar Robot'u oyunun için. Hərəkətli görünürdü. Baxaq, Tkachenko nə daha sonra müdafiə olacaq? olunmalı oldu. Təkrar baxaq, yavaş. Hayla ve gördüğünüz gibi Kriyan oyuncu halkadan köle çarptır. Burada da Rusyalı oyuncunun köle çarptığını aydın şekilde görürük. 6-5'e çarptırıb və hesabı xeyrinə dəyişə bilib. Ve oyun ve start işareti terden verildi ve hesaplarımız 6-5'di. Her iki oyuncumuz da yaxşı oynuyor Rusiyada olduqca fəal görünür. ve baxaq ne olacak? Ukraynalı oyuncu hesap değişebilecek mi yoksa Rusyalı oyuncu bir fərqlə udacaq mı? Onun sanki daha hərəkətli olduğunu Ve düşündük, amma görürük Tkachenko da ki yaxşı Ukrayna'nın daha güçlü geldiğini görebiliriz burada şekilde baş başa giden mücadele ve İndi artıq müdafiə olunmaq növbəsi Kirikdədir və Tkachenko fərqi ne olur daha da ve yüksəldər. Rusyalı oyuncuya 7-5 də hazırda hesab. bir xal əlavə edilir ve Biraz gec oyun yaxınlaşdı. Tkachenko sanki başlar biraz da dərindən nəfəs aldı, biraz güc topladı və və indi artıq yerde sürüklüyor oyuncuyu qaldırmağa ve qırağa çalışır. çardabilecek mi Rusyalı oyuncu Görüşdə biz eyni ve görüntüləri izləyirik. aldı elini oyuncu ve attı köle ve Yenə də ama 2 xal artırma gelir 9 xal olur xallıq da əslində qazanmaq ve olar da. Rusiyalı Bu oyuncumuz hərəkətlərdə 4 xallıq. Dö- 4 xal aktivləri 4 yazmağa xal çalışırlar. fərqlə Avrupa'da yalnız 2 xal yazdılar. Ukraynalı oyuncudan öndədir 4 xal fərqlə Ukraynalı oyuncu ve baş-başa gedən bir mücadilə. Son 30 saniyə qalıb. Və son 30 saniyələr qala nə olacaq? Hamı merakla gözləyir. Tkachenko heç bir fürsət Və verməyəcək. boynundan Bütün imkanların qarşısını alır. və Məşqçilərə xəbərdarlıq Oyun edir. Maçın özünə Tkachenko'ya başlıyor. xəbərdarlıq edildi. Dərhal Kirikdən biz hücum həmləsini gördük. nə olur? Və hər iki oyuncumuz da Bu da son. və son Beləliklə olur. təsəlli verici görüşdə Baxaq nə olacaq? Xallardan da gördüyümüz üzrə dünya çempionatında qazanan Rusiyalı oyuncu olur Tkachenko Rusiya güləşçisi 9-5 və hesablı 4 xal fərqlə Rusiyalı oyuncu qazanır 51 kiloqram çəki dərəcəsində Artem Tkachenko bu dueldə və qələbə qazanır. səhnədən aşağı düşür. Altda da xallar belə saldı. Burada Rusiyalı oyuncunun saldığını aydın bir şəkildə görə bilirik burada. Və sağ olun. O birisi Güləş üzrə U17 dünya oyunumuzda çempionatı görsənə dək.